Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şirvan Salyan Regional Məşğulluq Filialı tərəfindən və Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə işsiz və iş axtaran şəxslər üçün Biləsuvarda əmək yarmarkası keçirilib. İşsiz və iş axtaran vətəndaşlara həmin müəssisələr tərəfindən 500-ə yaxın boş vakant iş yeri təqdim edilib. Vakansiya təqdim edən işə götürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər mövcuddur. İş yerləri iqtisadi fəaliyyət növünə görə regionun əmək bazarının tələbatına uyğun olaraq müxtəlif sahələri əhatə edib. Əmək yarmarkasında 400 nəfər işsiz və iş axtaran qeydiyyatdan keçib. Yarmarkada eyni zamanda işsiz və iş axtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Peşə və ixtisası olmayan yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslərin peşə hazırlığına özünə məşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata aparılıb. Biləsuvar rayonu üzrə elan olunmuş əmək yarmarkasında iştirak etdim. Bir çox şirkət öz vakansiyalarını təqdim edirlər. İnanıram ki, iştirak edən hər kəs arzusunda olduğu işi tapacaq. Biz heyvanla əlaqədar olaraq ona görə gəlmişik. Ali təhsilli agronomam. İxtisasım üzrə işinə əlaqədar yarmarkada müraciət elədim. Növbəti mərhələyə çağıracaqlar. Bugün Biləsuvar rayonunda təşkil olunmuş əmək yarmarkasında 15 işə götürən tərəfindən 500-ə yaxın vakansiya təklif olunmuşdur. Vakansiyaların əmək haqqları 400 manat, 1000 manat arasında dəyişir. Vətəndaşlarımızın işə düzəlmə prosesi 2 ay müddətində izlənilir. Əmək yarmarkası vasitəsilə işə düzələ bilməyən vətəndaşlarımız peşə kurslarına cəlb olunur. Peşə kursları 175 ixtisas üzrə bir aydan 6 aya qədər təşkil olunur. Qeyd edək ki, boş iş yeri üzrə işə götürənlər tərəfindən təklif edilən əmək haqqı 400-1000 manat arasında dəyişir. Ən yüksək əmək haqqı da regionun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı sahəsi üzrədir. Burada həmçinin mebel sənayesi, bank sektoru, satış sahəsi, xidmət iaşə sektoru üzrə də iş yeri təklif edilib. Əmək yarmarkası gün boyu davam edib. İşə götürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib. Uyğun namizədlər növbəti mərhələyə dəvət olunub. Sonda Dövlət Məşğulluq Agentliyinin adından iş yeri təklif edən müəssisələrə təşəkkürnamə təqdim edilib. Qeyd edək ki, növbəti əmək yarmarkası sözü gedən qurum tərəfindən Salyan və Neftçalada baş tutacaq. İlqar Mustafayev bugün informasiya proqramı üçün.